Təəssüf ki, ipoteka kreditləri bugün hər kəs üçün əlçatan deyil. Xüsusilə gənclər üçün bu imkan daha məhduddur. Çünki gənclər arasında işsizlik problemi və ya bir çox hallarda əmək haqqları ipoteka kreditlərinin aylıq ödənişlərini qarşılamaq üçün yetərli olmur. Bu səbəbdən ipoteka fonduna ayrılan vəsait artırılmalıdır ki, daha çox insan bu imkandan yararlana bilsin. Bu sözləri missiya açıqlamasında deputat Arsxan Əlzadə deyib. O bildirib ki, digər mühüm məsələ isə ipoteka kreditlərinin faiz dərəcələri. Bir çox Avropa ölkələri ilə müqayisədə, eləcə də qonşu ölkələrlə də müqayisədə ipoteka kreditləri Azərbaycanda yüksəkdir. Hesab edirəm ki, 8%, bəzən güzəştli olaraq 7%, bəzi banklar ipoteka kreditləri verirlər və bir də güzəştli imtiyazlı ipoteka kreditləri kateqoriyası var ki, bu da hər kəsə şamil edilmir. Müəyyən bir dövr ərzində 5 illik müəllimlik fəaliyyəti olan və ya digər sahələrdə müəyyən dövr ərzində işləyən şəxslərə güzəştli 4%li imtiyazlı ipoteka kreditləri verilə bilir ki, bu da elə də geniş kateqoriyanı əhatə eləmir. Bu səbəbdən təbii ki, ipoteka həm kreditlərin faizləri aşağı salınmalıdır, eyni zamanda ipoteka fonduna ayrılan vəsait də böyük olmalıdır ki, daha çox insan ipoteka kreditindən yararlanmaq imkanı əldə eləmiş olsun. Arzuxan Əlzadənin sözlərinə görə, digər tərəfdən hazırda mənzil bazarında qiymətlər kifayət qədər yüksəkdir və bu da ipoteka kreditlərinin əlçatanlığını daha da çətinləşdirir. İpoteka kreditləri verilərkən ilkin ödəniş faizləri də elə də aşağı deyil və mənzil bazarında qiymətlər günü-gündən artır və kifayət qədər yüksək qiymətlər fonunda həmin qiymətləndirilmiş mənzilin müəyyən bir faizini bir çox hallarda 40, 50, bəzən 60% olur. İlkin ödənişlər bəzən 30% olur. İlkin ödənişləri etmək imkanları da hər kəsə müəssər deyil. Bu baxımdan da ipoteka kreditlərinin əlçatanlığı ilə bağlı hesab edirəm ki, ciddi problemlər var və ipoteka bazarında bu məsələlər tənzimlənməlidir. Mütləq mənada həm faizlərin aşağı olmasına ehtiyac var, ipoteka fondunun artırılmasına ehtiyac var, şərtlərin bir qədər də yumşaldılmasına və uzun müddətli kreditlərin ipoteka kreditinin alınması üçün daha əhatəli şəxslərin əhatə dairəsini genişləndirmək üçün əlavə tədbirlər də görülməlidir ki, ipoteka kreditləri daha əlçatan olsun. Xüsusilə gənclər üçün mənzil probleminin həlli böyük əhəmiyyət kəsb edir. Bugün bir çox gənc ailə qurmaq məsələsində tərəddüd edir və bunun əsas səbəblərindən biri də şəxsi mənzilinin olmamasıdır. Təbii ki, ipoteka kreditlərinin əlçatan olması həmçinin yeni ailələrin qurulmasına da müəyyən qədər stimul vermiş olar. Bu baxımdan olduqca ciddi, əhəmiyyətli və diqqət mərkəzində saxlanmalı olan problemdir ki, bu problemin həlli istiqamətində də müvafiq qurumlar lazımi addımlar atmalıdırlar. Təbii ki, qanunverici sayəsində də dəyişikliklərə gedilməlidir ki, Milli Məclisdə də bu məsələlərlə bağlı mövqeyimizi ifadə etmişik və bundan sonraki dönəmdə də hesab edirəm ki, bu mövqedən çıxış edəcəyik. İlahə Qəmbərli, Heydər Həsənli, Missiya TV.